Salam. Bugün Kodera yazı işlərindən sualın izahını verəcəyəm. Başlayaq. Sualda bizdən soruşur. Daxil edilən natural ədədin bütün tək rəqəmlərini ədədin ən böyük cüt rəqəmi ilə əvəz edərək çap edən proqram Python dilində yazın. Gəlin natural ədədimizi daxil edək. Bir tam ədəd daxil elədik. Daxil elədiyimiz tam ədəddən bizə lazımdır birinci ən böyük cütü tapmaq. Neyini? Bir dövr yaradaq. For i in sətr tipində müraciət eləsin n-ə. N-in bütün qiymətlərinə müraciət eləsin. Bir siyahı yaradaq burada. Siyahı adında dəyişən yaradaq. Boş siyahı yaradaq. Bütün cütləri həmin o siyahıda toplayaq. Şərtimizi verək. If əgər i, yəni ədədin cütlüyünü yoxlanması. i-ni 2-yə böləndə qalığımız sıfırdırsa, əlavə eləsin. Append metodunu istifadə edəcəyik i-ni. Yox, bizim burada xəta verəcəkdir. Çünki biz i-miz sətr tipinə çevirmişdik burada. Int i. Yəni inti tama çevirək, sonra 2-yə bölək. Əgər biz proqramı işlətsəydik, biz sətri tama bölə bilmədiyimiz üçün proqramda bizə xəta verəcəkdir. Əlavə elədik. Daha sonra yəni bir necə işləyəcək proqramımız? Bir n tam ədəd daxil eləyəcək. Bir boş siyahımızı götürdük. N-in daxil elədiyimiz n-in bütün rəqəmlərinə bir-bir müraciət edəcək. Bir-bir yoxlayacaq. Əgər n-in rəqəmlərindən hər hansı biri 2-yə bölünürsə, bunu siyahıya əlavə eləsin. Yəni cütləri əlavə eləyəcək bu siyahıya. Əlavə elədik. Biz nə edəcəyik? Biz bir dəyişən götürək. Max adında dəyişən götürək. Max adında dəyişən götürək. Neyniyək? Ən böyüyün tapaq. Hansı siyahıdakı ən böyük ədədi tapaq. Saxlayaq Maxi dəyişənimizdə. Tapdıq. Gəlin indi bir-bir yenə. Bir dənə də boş sətr götürürəm ki, mən indi bizə verilmiş tapşırığı başlayırıq yerinə yetirməyə. Boş sətr götürürük. Götürdük. Bir-bir müraciət eləyək. Yenə for i in str n müraciət edirik. If əgər i faiz ədəd əgər təkdirsə, biz ən böyük cütümüzü hansı dəyişəndə saxlamışdıq? Maxi dəyişəndə saxlamışdıq. Maxini əlavə eləsin sətrə. Əgər ədəd təkdirsə, faiz 2 bərabərdirsə 1-ə ya da ki, fərqlidir 0-dan da yaza bilərik, eyni şeydir. Sətr yaratmışdıq, dəyişəni yaratmışdıq. Bərabərdir maxi. Yəni, əgər ədəd təkdirsə, bu maxini əlavə eləsin sətr dəyişəninə. Biz yenə burada int yazmağı unutduq. Int yazaq ki, bizi xəta verməsin. Else, əks halda yenə sətrə əlavə eləsin nəyi? Ədədin özün. Yəni, cütdürsə, cüt özü yazıldığı qaydada əlavə olunsun. i-nin özü əlavə olunsun. Ən sonda çapa geçsin. Print sətr. Sətr dəyişənimiz geçsin çapa. Gəlin bir qiymət daxil edək və baxaq görək necə işləyir bizim proqramımız. 1, 2, 3, 4, 5, 6, 7. Daxil elədim. Bizdə çıxışda nə getməlidir? Yəni, bizdə soruşurdu burada daxil edilən natural ədədin bütün tək rəqəmlərini, yəni 1, 3, 5 və 7-ni ədədin ən böyük, yəni 6 ilə əvəz eləsin. Deməli, olacaq çıxışda bizdə 6, 2, 6, 4, 6, 6, 6. Çıxışa getməlidir bu. Yəni, necə işləyəcək? Bax, birinci proqramımıza başlayaq, bir-bir özümüz təhlil edək.
Boş siyahı yaratdıq. Tutaq ki, 1, 2, 3, 4, 5, 6, 7 daxil eləmişik. For in string 1 sətr tipində bunların hamısına müraciət elədik. Dövr yaratdıq. Əgər 1-i 2-yə böləndə 0-dırmı, bura əlavə eləsin. Çünki biz birinci bax bu hissədə, bax bu hissədə biz ədədin ən böyük cütləri siyahıya əlavə eləyirik. Bütün cüt rəqəmləri burası. Çünki biz ən böyük cütü axtarırıq birinci. Cütləri əlavə elədik bura. Bir-bir yoxladı, əlavə elədi bu siyahı dəyişəninə. Sonra maksimumunu tapdıq biz, siyahıdakı ən böyük ədədi tapdıq, yəni ən böyük cütü tapdıq. Tapdı, əla tapdıq. Sonra bir sətr dəyişəni, sətri götürdük sətr, boş sətr götürdük ki, indi bizi verilən tapşırığı bir maksini, məsələn, təkləri ən böyük cütünə, cütləri də olduğu kimi saxlasın. Əlavə elədik və ən sonda sətr dəyişənimiz getdi çapa. Gəlin proqramımızı yoxlayaq. Proqramımız doğru işləyir. 6, 2, 6, 4, 6, 6. Gəlin bir də başqa bir qiymət verim. Məsələn, 3, 3, 3, 8. Məsələn, hamısı necə getməlidir çapa? 4 dənə isə 5 dənə 8 gedəcək çapa. Yoxlayaq.